İnsanın ən gözəl xüsusiyyəti onun zahiri görünüşü deyil. Təbii ki, daxili gözəlliyi, xarakterini birləşdirən o gözəl keyfiyyətlərdir. Əxlaqlı insanı gözlərinə baxaraq hiss eləyirəm, baxışı ilə. Əxlaq görünməyən bir tacdır. Bəzən bir baxışla təzahür edir. Elə işləyin ki, işlədiyiniz yerdə. Elə xanım kimi olun ki, hamı, tüm qadınlar xanım olmağa can atsınlar. Xanım. Ana Fatimə Zəhra bir ana kimi, gözəl ana, mükəmməl həyat yoldaşı, cəmiyyətdə fəal ictimai xadim olub. Fatimə Zəhra xanımın o dövrdə, yəni düşünün ki, o dövrdə qadınların bircə gözü görünən vaxtlar idi. Qadının o qədər məhdudiyyətləri var idi. Buna rəğmən öz həyat yoldaşına hörmət və sevgi görüb. Gözüm telefonuma zəng gəlir ki, Rövşən, tez xarici pasportu göndər mənə. Dedim, nə məsələdir? Tez mütləqdir. Bir adam var deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni, bu adamların, bu əhl-i beytin səninlə olan təmasıdır. Neynədim ki, bir də sadəcə istəyim vardı getmək. Bir elədi, ona min gəldi. İnsan da həmişə bir şeyi, bəzən biz kimdənsə nəsə istəyəndə, umanda və ya nədənsə küsəndə birinci sualı özümüz verməliyik ki, bəs sən nə vermirsən? Fatimə Zəhrada olan xüsusiyyətlər ümumiyyətlə Azərbaycana aid deyil bu. Bütün dünya xanımlarına aiddir ki, onda olan xüsusiyyətlər indiki zamanda da olmalıdır xanımlarımızda və bu gələcəkdə də olmalıdır. Salam, xoş gördük dəyərli izləyicilər. İnsanın gözəlliyi onun zahirində yox, sözündə, baxışında, davranışındadır. Əxlaq görünməyən bir tacdır. Bəzən bir baxışla təzahür edir. Bugün biz nümunələrdən danışırıq. Əməli ilə insanlığı, ədaləti daşıyan, göstərən nümunələrdən. Ən gözəl nümunənin qonaqları Narınc Psixologiya Mərkəzinin rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova, aktyor, rejissor Rövşən Ağayevdir. Xoş gəlmisiniz. Xoş gördük. Xeyirli uğurlu olsun. Çox gözəl bir layihədir. Düşünürəm ki, çox verimli, faydalı olacaq. Və çox sağ olun gözəl dəvətiniz üçün minnətdaram. Mən də bu layihədə gördüyünüz üçün çox xoş oldu. Təşəkkür edirəm. İlk olaraq bir sualla müraciət eləmək istəyirəm. İlk başlayanda əxlaq görünməyən bir tacdır dedim. Ümumiyyətlə, nümunəvi insan olmaq üçün göstəricilərdən biri də əxlaqdır. Necə düşünürsünüz? Hər ikinizə də bu sualla müraciət etmək istəyərdim. Əxlaq deyəndə ilk ağla nə gəlməlidir? Təbii ki, insanın ən gözəl xüsusiyyəti onun zahiri görünüşü deyil. Nə burnu, nə dodağı, nə gözləri, nə əlləri. İnsanın təbii ki, daxili gözəlliyi, xarakterini birləşdirən o gözəl keyfiyyətlərdir ki, insanın gözümüzə gözəl görünür. Hətta bəzən biz bir insanı görürük, cütlüyü görürük. Xaricən qiymətləndirəndə deyirsən ki, bu qız necə dünya gözəlidir və ya bu oğlan necə yaraşıqlı bir oğlandır. Amma yanındakı partnyoru və ya əks bir cinsi biraz ondan fərqli görünə bilir. Amma görürsən, onlar bir-birinə necə məhəbbətlə, necə sevgi ilə baxırlar. Çünki könül gözləri ilə görürlər. Düşünürəm, insan təkcə münasibətlərdə, sevgidə, yox, dostluqda da, elə ana üçün öz övladı da belə. Yəni, hər birimiz könül gözümüzlə dünyaya baxmamız lazımdır. Təbii ki, insanın əxlaqi keyfiyyətləri qarşı tərəf üçün, insanlar üçün çox dəyərlidir və insanın üzüyünün qaşıdır deyə düşünürəm. Və hər bir insanın öz əxlaq çərçivəsi də fərqlidir, yanaşması da fərqlidir və nə olur olsun, insan situasiyada tanınır. İnsan çox şey danışa bilər, deyə bilər. Sözlər cəmi bizim ötürmək istədiyimiz məlumatın cəmi 7%-ni təşkil edir. Yəni, düşünün ki, bu qədər informasiya insanın 56% bədən dilidir. Yəni, insanın sözlə çox şey deyə bilərsin, amma o insanın bir oturuşu, o bayaq dediniz, bir baxışı, bir səsindəki o səs tembri, münasibəti onun içi haqqında bizə məlumat verir, nəinki sözləri. Ona görə hətta biz psixoloqlar ilk növbədə bir insan bizim yanımıza gəlir, biz onu sözlə müalicə edirik. Amma insan danışanda heç vaxt onun dediyi sözlərə yox, o sözləri ifadə edərkən səsinin tembrinə, oturuşuna, duruşuna, jestlərinə, mimiklərinə, hərəkətinə fikir veririk və o içindəki bəzən sözlər, hətta bizim bəzən pasientlərimiz də olur, deyir ki,
mən psixoloqu aldadacağam, mən bunu deməyəcəm və ya başqa cür deyəcəm, amma artıq biz onun hərəkətlərindən belə bilirik ki, o səmimidir dediklərindən, doğrumu deyir, yoxsa qarşı tərəfin eşitmək istədiyi sözümü demək istəyir. Onun üçün də əxlaq heç vaxt sözdə və ya sözlə ifadədə deyil, insanın hərəkətlərində, davranışlarındadır. Onun üçün də könül gözü ilə görmək, hiss etmək ən gözəlidir ki, biz o zaman daha doğru qərar veririk. Yəni, ağılla ürəyin hər zaman birlikdə vəhdəti olması lazımdır ki, biz insanları doğru qiymətləndirə bilək. Rövşən bəy, siz necə düşünürsünüz? Biraz mənim sferama yaxındır deyə verəcəyim cavab və çox tam əxlaq haqqında elmim olmasa da məlumatım var ki, mən əxlaqlı insanı gözlərinə baxaraq hiss eləyirəm, baxışı ilə. Xanım ki, buyurdu, danışıqla, bəlli, hərəkəti ilə bəlli eləmək olur bu necə insan olduğunu, qarşındakı insanın əxlaqlı və yaxud əxlaqının biraz aşağı olmasını. Mən isə işim ki, gözlə, sima ilə oynamaqdır. Ona görə ilk dəfə gözlərinə baxanda danışmasa belə 80% bunu hiss eləyirəm. O şablon söz olsa da deyəcəm ki, o qəlbin aynası məsələsi, gözdən hər şey oxunur. Sonra danışmağa başlayanda bəlli eləyirsən ki, elə düşündüyüm düz imiş, gözlərindən oxunduğu elə qəlbindən gəlir. Yəni bir baxışla da təzahür edir. Bəli. Təşəkkür edirəm, çox sağ olun. Naciş xanım, bax, həyatda ciddi streslər, problemlər yaşayan xanımlar var. Yəni bu qədər sıxıntının içində necə düşünürsünüz? Onlar aramlığı necə tapmalıdırlar? Yəni cəmiyyətimizdə bugün problem yaşayan kifayət qədər deyərdim ki, xanım var. Streslə baş etmək yolları fərqlidir hər bir insanın. Yəni, biz stressiz bir həyat yoxdur. Bugün biz, bugün bura gəlirsən, yolda bir tıxac səni stresə sala bilər. Səhər oyanırsan, hər hansı bir xəbər, hər hansı bir... Yəni, bugün bizim həyatımızın bütün sahələrində stres faktoru vardır. Və stressdən özümüzü necə qoruya bilərik? Bundan qaça bilmərik birinci olaraq. Bəzən belə bir inanclar var, deyir, sənə stres verən insanlardan uzaq gəl, stres olan mühitdən uzaq dur, özünü stresdən qoru. Əksinə, stresdən qaçmaq, gərginlikdən qaçmaq bizim stresə qarşı davamlılığımızı davamlılıq yaratmır, yəni zəiflədir. Əksinə, bugün uğurlu insanların keçmiş həyatına baxsaz, heç biri yağ-bal içərisində stres görmədən o gəlib o nöqtəyə çatmayıblar. Hamısı ən çətin, ən dibdə, ən çətinlik nöqtədən qalxıb bu nöqtələrə gələr, yəni yuxarı zirvələrə qalxan insanlardır. Niyə? Çünki insan stresi görəndə daha da möhkəmlənir, stresdən çıxış yollarını axtarır, tapır, məcburiyyət kəşf elətdirir. Onun üçün də xüsusən də xanımlarda biz bəzən elə bilirlər kişilər daha güclüdür, amma qadın orqanizmi, qadın fiziologiyası kişilərdən 4 dəfə daha güclüdür. Çünki qadınlar dünyaya övlad gətirmək kimi ən ümdə, heç indiyə qədər alimlər bunu tapa bilmirlər. Yəni, süni bir insan yarada bilməzlər. Çünki Allahın verdiyi bir qanun, bir yaratdığı bir ahəng var ki, qadınlara bu güc verilib. Və doğum ağrısı ağrılar içərisində ikinci yerdədir. Birinci yerdə diri-diri yanmaqdır. İkinci yerdə doğum ağrısıdır. Yəni, düşünün ki, qadın diri-diri yanacaq qədər bu ağrının stresi yaşayır və övlad dünyaya gətirir. İstər övladı olsun, istər olmasın. Yəni, bu güc bizim içimizdə yatır. Və qadın bilməlidir, qadınlar daha çox stresə davamlıdır, nəinki kişilər. Və qadın bunun öhdəsindən gələ biləcək gücü içində tapmalıdır. Hər insanın streslə baş etmə mexanizmi fərqlidir. Kimsə ev təmizləməklə bu stresin öhdəsindən gələ bilər. Kimsə, məsələn, mənim kimi yatmaqla stresin öhdəsində, mən stresə düşsəm tez yatıram. Hamı bilir ki, evdə artıq mən yatmışamsa, mənim nəsə gərginliyim var, bəli, problem var.
və onu sanki özümdə məsələn passiv istirahət edərək özümdən dəf edirəm. Hər kəs kimisi duş alaraq stressi, kimisi kitab oxuyaraq, kimisi dostları ilə aktiv istirahət edərək stressdən uzaqlaşır. Bəzən yanlış yönlənən insanlar da olur. Bu içki ola bilər, qumar ola bilər, yanlış istiqamət ola bilər. Xanımlarda isə təbii ki, dünyaya uşaq gətirmə, çoxalma xüsusiyyəti olduğuna görə qadınlar daha çox yaradıcı istiqamətdə yönəlir. Kimsə hətta gedib şirniyyat bişirir, stressdə çox olanda gedir şirniyyat bişirir və rahatlayır. Bir şeylər yaratmağı qadınlar sevirlər. Şirniyyat yeyən xanımlar da var. Bəli, yeyən və ya heç yemək yeməyən də xanımlar çox görürük. Yəni duyğularını ifadə eləməyə öyrənsinlər. Əgər stresslə çox üzləşirlərsə qorxmasınlar, ondan qaçmağa çalışmasınlar və bilsinlər ki, biz daha güclüyük bu mövzuda kişilərdən və çox cinsi ayrım eləmək istəmirəm, amma qadın öz içindəki o gücə inanmalıdır və stressini ona zövq verəcək hadisələrə, məşğuliyyətlərə sublimasiya eləməlidir. Bu zaman stressdən uzaqlaşır, bədən stressdən uzaqlaşdıqca da stresslə elə bir üçüncü bir şəxs gözü ilə kənardan o problemə, o yaşadığı gərginliyə baxmaq fürsəti yaranır. Bu zaman daha adekvat düşünür, daha adekvat qərar verir. Onun üçün nacizanə tövsiyəm xanımların bir mənalı olaraq bundan qorxmaması, ümidsizliyə qapılmaması və sevdiyi bir şeylərlə məşğul olmağı stressdən çıxmaq üçün ən gözəl yollardan biridir. İstər passiv ola bilər, istər aktiv ola bilər, istər gedib ev yığışdıra bilər, istər gedib yata bilər, istər gedib dostları ilə. Çünki insanın bir həzm etmə periodu var. Biz yeməyi yeyən kimi o dəqiqə həzm olmur, 4 saat bizim mədəmizdə qalır. Stresslə də üzləşdiyimiz zaman bədən bu stressi atmaq üçün bizdən zaman istəyir və bu zamanı ona verməmiz lazımdır. Arxa-arxaya stressə məruz qalaraqsa üst-üstə və bu zaman təbii ki, bir emosional yanma yaşanır. Onun üçün bir stress varsa biraz durmağı bacarmalıyıq. Biraz tək qalıb da, yəni tək deyərkən, yəni yalnız qalıb da biraz bu barədə düşünmək, bu stresi həzm edib sonra yola davam etmək lazımdır. Düşünün bir uzaq yola gedirsiniz səfərə, istirahətsiz axıra qədər gedirsiniz bu yolu. Təbii ki, siz birdən-birə çökəcəksiniz. Onun üçün də hissə stresə davamlılığımızı artırın. Əmin olun ki, o yaşadığınız stresslər sizi gücləndirəcək və buna bənzər stress faktorunda qadın artıq onun gərginliyini yaşamayacaq, onu travma kimi qəbul eləməyəcək. Çünki öncədən yaşayıb və həzm edib axı, artıq immunitet formalaşıb onda. O immunitetin formalaşması üçün bəzən insanlar var, qrip olur və xəstə gəzir, ayaq üstə keçirir xəstəliyi. Bu daha pisdir. Bəlkə də o bir gün girib yatağa yatsa, özünü müalicə eləsə, isti bir çay içsə, zoğalı çay, bədən həmin o virusa qarşı immunitet formalaşsa, o tutmayacaq. Nəinki davamlı özünü əziyyətə salır və üst-üstə fiziksel anlamda özünü yorur, psixi olaraq özünü yorur. Onun üçün stresslə məruz qalırsa qaçmaq deyil, biraz istirahət eləmək, biraz durmaq və bunu həzm etdikdən sonra yenidən. Çünki həyat stressdir bugün. Ailədə də var bu stres, işə gedirsən, işdə də bunu yaşayırsan. Hər kəsdə, heç kimdə, balaca uşaqlarda belə stres faktoru var. Məktəbin özü uşaqlar üçün stressdir. Sadə bir misal. Yəni 10 yaşında bir uşaq valideyndir nədir? Sənin üçün 2 metr suda boğulan da ölür, 4 metr suda boğulan da ölür. Dərinlik çox olması daha çox tez ölməyin mənasına gəlmir. Yəni boyunu aşan su səni öldürəcək. Bu uşaq üçün də keçərlidir, qadın üçün də, kişi üçün də. Onun üçün sadəcə qadınlar biraz daha stressə davamlıdırlar, biraz daha tez vəziyyətdən çıxa bilirlər. O da təbii ki, fiziolojik anlamda Allahın verdiyi bir vergidir mi deyim, bir mükafat mı deyim qadınlar üçün. Qadınların gücündən danışdınız. Maraqlıdır. Biz tariximizə nəzər yetirəndə, tariximizdə nümunəvi şəxsiyyətlər var. Məsələn, qadınlardan danışarkən Peyğəmbərin qızı xanım Fatiməyə Zəhranı bir nümunə kimi göstərmək olar və xanım Fatiməyə Zəhra bir ana kimi, gözəl ana, mükəmməl həyat yoldaşı, cəmiyyətdə fəal ictimai xadim olub. Sizcə bir qadın olaraq bütün bu məsuliyyətin öhdəsindən necə gələ bilib və o tarazlığı necə qoruya bilib xanım Zəhra? Məncə, sevdiyi insanın ona verdiyi gücdən qoruya bilib. Çünki bizim elə bir sistem yaradılıb ki, təklik Allaha məxsusdur. Yəni, hər bir insanın bir yarı vardır və insan o yarını tapanda
əks tərəfdə, yəni neçə dost olsun, ən yaxşı dostun olsun, övladın belə onun yerini tuta bilməz. Yəni əks cinsin məhəbbətinin, o xoş sözünün, bir başına sığalının, bir sənə verdiyi motivasiya gücü heç nə əvəz edə bilməz. O xanımın, əgər güclü bir xanım görürsünüzsə, eyni ilə güclü bir kişi görürsə, bilin ki, onun əks partnyoru, yəni istər həyat yoldaşı kişi olsun, qadın olsun, ona bu gücü verir, o arxayınçılığı, o güvəni yaşadır. Və əminəm ki, o istər indiki dövrümüzdə də çox zəhmətkeş qadınlar var. Hansı qadınlardır ki, evə çox yorğun işdən gəlsə belə, yemək üçün həyat yoldaşı o dalaşmırsa və ya paltarı ütsüzdür deyən problem yaşamırsa, ona yardımcı olursa, həyatın şərikli olduğunu başa düşə bilirlərsə, xanımının uğruna uğur qatır, onunla fəxr edir, ona motivasiya verirsə, məsələn, elə xanımlar var, yazıq əziyyətlə çalışırlar, evə gəlirlər, həyat yoldaşı da onu yükləyir ki, sən yaxşı ana deyilsən, övladınla lazımı zaman keçirə bilmirsən. Təbii ki, bu qadın üçün nə qədər gərginlikdir, nə qədər özünü əksik hiss edir və qadını aşağıya doğru çəkir. Amma bir də var onu güc versə, nə gözəl, sən bugün bunları bacarmısan, bunu eləmirsən, bu işi görmüsən, bu işi aşırmısan, qadın nə qədər ruhlanacaq. Eyni ilə də əksinə bir kişi yorğun işdən gəlir, xanımı onu birinci olaraq deyirsə ki, hə, sən bizimlə zaman keçirmirsən, bu uşaqlarla bunu belə etmirsən, o yaxşı olmaq əvəzinə daha da pis münasibətlər kəskinləşəcək. İnsana güc verən onun ətrafında, xüsusən də əks cins olaraq həyat yoldaşının, sevdiyi insanın ona verdiyi gücdür və bu gücü, yəni hər kəsin qarşısına o elə bir həyat yoldaşı arzulayım, elə bir insan, sevdiyi insanı onun qarşısına çıxartmasını arzulayım ki, ona həmişə güc versin, gücünə güc qatsın. Güclü bir insan görürsünüzsə və o insan təkdirsə, bilin ki, onun sevdiyi insan olsa həyatında, həyat yoldaşı olsa yanında, o indikindən də daha güclü olacaq. İnsana güc verən onun o yarının, doğru insanın onun qarşısına çıxması və onu onun uğrunu, onun gücünü öz gücü kimi görməsi və iki gücün birləşməsi. Yəni güclü xanımların arxasında həmişə bir güclü bir kişi olmalıdır. Bu həyat yoldaşı olar, sevdiyi insan olar, kimsə vardır. İstər bizim bildiyimiz və ya bilmədiyimiz, amma bir kişi gücü vardır. Hər bir kişinin də arxasında bir qadın gücü vardır. İstər xanım olsun, istər qeyrisi olsun, mütləq ki bir əks cinsin tərəfindən sevilmə və güc alma ehtiyacı duyuruq biz varlıqlar. Onun üçün Allah hər kəsin bir-birini yarın tapmağı nəsib eləsin inşallah. Və bu dediyiniz cütlüklərlə bağlı mən deyərdim ki, tarixdə elə ən gözəl nümunə məhz xanım Fatimə Zəhra ilə İmam Əleyhissalamın, yəni onlar o cütlüyü misal göstərmək olar. Rövşən bəy, xanım Zəhradan danışdıq biz. Fatimə obrazı bugünün qadınında sizcə hansı ali mənəvi dəyərləri oyada bilər? Biz tarix deyirik, yəni siz də, biz də, amma o xanım elə bir xanımdır ki, mən onu tarixdə belə bir xanım olub kimi deyə bilmirəm. Çünki, niyə deyə bilmirəm? O xanım haqqında mən məlumatlar toplayanda, oxuyanda görürəm ki, onda olan bütün xüsusiyyətlər indiki zamanda da vacibdir. Olması vacibdir. Olsaydı yaxşı olardı, yox. Fatimə Zəhrada olan xüsusiyyətlər ümumiyyətlə Azərbaycana aid deyil bu. Bütün dünya xanımlarına aiddir ki, onda olan xüsusiyyətlər indiki zamanda da olmalıdır xanımlarımızda. Və bu gələcəkdə də olmalıdır. Yəni, bir oxuduqlarımın birində belə bir şey vardı ki, özünün toy günündə ən yaxşı libasını hansısa fəqir bir xanıma hədiyyə eləyir. Gəlib ona əl açanda ona hədiyyə eləyir. Bu, bir dənə təsəvvür eləyir ki, bizdəki hansısa xanım toyunu eləyir və o günü onun paltarına nəsə bir toydan əvvəl də hazırlaşanda nəsə bir ləkə düşür və yaxud harasısa yanır, harasısa cırılır, nə hala qalır? Ki, vay mənim, başqa şey düşünmür də, özünü fikirləş, ancaq ki, vay mənim, mən.
mənlə işi bitdi və özünü nə hala saldı, ətrafındakiləri də nə hala saldı, narahatçılıq. Amma Fatimə Zəhra xanımın elədiyi hərəkət, baxırsan ki, yoxsula o anda da əl uzatdı. Özü düşündü ki, nəsə digər bir paltar giyinərəm, amma kimisə sevindirdi qəlbini, kimisə qəlbini sevindirdi. Kimisə xoşbəxt elədi o anında. Bu bir xüsusiyyət. O obraz deyirsiniz də, yəni elə bir obrazdır ki, yəni babası, Peyğəmbərimiz, yəni atası danışanda övladı Həsəni göndərirdi Fatimə, get gör, baba nələr danışır, ondan öyrən. Bu nədir? Övladı elmə yönəltmək. Təbii ki, Peyğəmbərimizdir bunun hər danışığı vacib bir şeydir. Gələcək nəsillərə ötürüləsi, o dövrünün gənclərə ötürüləsi sözləri idi də. Yəni göndərirdi ki, demirdi ki, uşağı da qoy oynasın. Düzdür, övladı demədi. Nüş göndərin bunu babasının yanına ki, get nəsə öyrən. Yox, uşaq yaşından göndərirdi ki, get öyrən. Elmə yönəltmək, kimisə qəlbini sevindirmək. İndi bunlar lazımdır, yoxsa yox? Lazımdır. Gələcəkdə kiminsə qəlbini sevindirmək, kimisə elmə yönəltmək uşaqları lazımdır ya yox? Təbii ki, lazımdır. Hələ bu təkcə mənim hələ yadıma düşdüyəcəm deyəcəm, yadıma düşən tərəfləridir ki, deyə bilmirsən ki, əşi o dövrdə idi. İndi kimə lazımdır elm? Deyə bilərik? Yox. Görün, xanımda olan xüsusiyyətə baxın. Övladı elə, kimisə sevindirmək belə, həyat yoldaşı ilə olan münasibəti, Narınc xanımın da buyurduğu kimi, tək alınmır, hamıya bir partnyor deyək, həyat yoldaşı, tərəf müqabili lazımdır. Həmçinin Həzrət Əli ilə olan münasibəti, indi deyə bilmərik ki, əridir də qoy danışsın. Kim istəyər ki, övladına belə tərbiyə versin ki, sən qoy getsin. Olmaz axı. Onun Həzrət Əli ilə münasibəti, bunlar indi də lazımdır da. Bunların da həyatına baxırdıq ki, nə gözəl həyatları olub. Amma indi hamı onu arzulayır ki, kaş mənim də övladım belə olaydı. Yəni, bu yoldaşı ilə olan münasibəti, gözəl münasibət, ər-arvad, ailəyə olan gözəl münasibət, onlardan gəlirmi? Gəlir. Yəni, belə istəyərdim ki, xanım obrazlarımızda, ümumiyyətlə Azərbaycan, ümumiyyətlə dünya qadınlarında o xanımda olan bütün xüsusiyyətlər olsun. Bütün xüsusiyyətlər. Çünki oxuduqca deyirsən ki, ay Allah, bu o dövrün deyil axı. Bütün zamanlar üçün keçərlidir. Bütün zamanlar üçün və bütün dünya üçün lazımdır. Çox lazımdır, vacibdir. Ən vacib xüsusiyyət bugünün xanımı üçün, məhz xanım Zəhranın həyatına nəzər yetirəndə, ən vacib xüsusiyyət bugünün xanımı üçün sizcə hansı xüsusiyyətdir? Ki, bugün biz, məsələn, cəmiyyətdə onun əksiliğini yaşayırıq. Heç olmasa xanım Fatimədə olan əxlaqın 30-40% olsaydı, kifayət eləyərdi. O barədə çox əksikliğimiz var hal-hazırda cəmiyyətimizdə. Narınc xanım, siz necə düşünürsünüz? Bugün cəmiyyətimizin xanımlarında, yəni xanım Zəhraya nisbətdə hansı xüsusiyyət çatışmazlığı var? Məsələn, xanım Zəhranın biz dəyərlərindən burada bugün danışırıq. Sizcə bugün xanımlarımızda nə çatmır, nələr çatmır ki, ən azından onun xüsusiyyətlərinə bənzəsin? Xanımlarda indiki dövrdə vurğulasaq, yəni bir xanımın sadəcə zamanın, əsrin verdiyi bir dəyişikliyi vardır. Aqreqat halını dəyişir.
Amma təməl dəyişmir. Suyu götürün, qoyun soyuducuya, buza çevriləcək. Tərkibi dəyişməyəcək ki, çıxardın çölə, biraz qalsın, yenə əriyəcək, yenə suya çevriləcək. Qoyun sobanın üstünə buxarlanacaq və distillə eləsə yenə suya çevrilib, yenə qayıdacaq. O qəhvədanın üstündə qaynayan su damlaları kimi qapaq açanda. Tərkib dəyişmir, aqreqat hal dəyişir. Zaman, əsir o xanımın formasını dəyişə bilər. Təməlində insan özünü itirməməsi lazımdır. Və bəzən bu gender bərabərliyini qadınlar yanlış yöndə sui-istifadə eləyə bilir. Mən fikrində əslində müəllimin onu gördüm ki, yəni onu ifadə eləmək istəyir ki, bəzən bunu sui-istifadə eləyən hallar yaşanır. Hər çərçivədə insan öz ampulasını unutmayıb, o aqreqat halını dəyişsə də o tərkibi su olaraq saxlaması lazımdır. Sən təbii ki, biz 50 il öncə ilə müqayisə edə bilmərik. O dövr orada buz lazım idi, indi isə suya dönmək lazımdır. Amma özümüzü itirməmək vacibdir. Sonunda unutmamalısan ki, sən qadınsan. Sən qadınsan. Bəli, qadının o zərifliyi, nəcibliyi, xanım xatınlığı, anaclığı, qadının o anac ruhu hər şeyi bir yerə yığır. Ailəni də, işdə olduğu kollektivi də, hər sahədə, müəllimdirsə şagirdlərini, evdədirsə öz övladını, yoldaşını, o analığı, analıq duyğusunu, o hisslərini, o toplama. Ana nədir bizim üçün? Ana verən, bəsləyən, qoruyan, xəstələnəndə də qayğısına qalan, üstünü örtən, ən çox da bəsləməsi ilə ilk övlad, ilk ağlayarkən ana alır onu qucağına, ana da güvənir. Yəni, ana deyərkən bunu nəzərdə tuturam ki, yəni qadın ilk öncə o analıq duyğusunu, 20 yaşında bir qadında da ana olmasa belə o duyğu vardır mütləq. Qayğısına qalmaq, sevmək, övladla ana sevgisi ən müqəddəsdir mənim üçün bütün sevgilərdən və onun yerinə heç vaxt və heç nə verə bilməz və bu məhəbbətin təməlində mən həmişə öz həyat yoldaşıma da deyirəm, mən sevgini, sənə olan sevgimi müqayisə, yəni nə isə anlamlandırsam, övlad ananın məhəbbəti qədər müqəddəs görürəm. Çünki mənim üçün müqəddəs məhəbbət odur ki, ona heç bir nə çata bilməz, yar da çata bilməz. Yarı o qədər sevmək fərqlidir. Düşünürəm ki, qadınlarda da bax o duyğunu itirməməlidirlər ki, o xanımlığı, nəcibliyi həmişə qorumalıdır. O yaxşı bir şirkətdə, böyük bir vəzifədə də çalışa bilər, böyük bir işlər də görə bilər, bir məktəbdə direktor da ola bilər. Amma hər zaman bu həyatın ona verdiyi vəzifələr, formalar, əsrin tələbləri onu qadınlıqdan çıxartmamalıdır. İndi mütaliə çoxdur, məlumat informasiyasıdır, insanlar çox maariflidir. Mən inkişaf görürəm, yaxşı mənada görürəm, gördüyüm nöqtələr var. Mənfiliklər də həmişə hər əsrdə, hər dövrdə olacaq. Bugün mən dünyanın çox ölkəsində olmuş adam kimi deyə bilərəm ki, Azərbaycan qadınının yerini heç nə verəmir. Azərbaycan anasını heç müqayisə eləyə bilmir. Yəni, onlar bəlkə də çox əsr bizdən hansısa texnologiyadan qabağı ola bilərlər. Amma ana kimi, nə bilim, bir qadın kimi, qadın gücü olaraq bizim Azərbaycan qadınlarına çatmazlar. İnanın, xaricdə olanlar da elə bizim mentalitetə o qədər heyranlıqla baxırlar ki, sizdə bu var, sizin xanımlar necə fərqlidir, necə qayğı keçdi, necə... Biz burada oturanda onu hiss eləmirik. Çünki hamımız demək olar ki, beləyik, çevrəmiz belədir. Amma çölə çıxanda onlar buna çox təəccüblənir ki, sizin Azərbaycan qadınları çox güclü və qayğı keçdi. Mən bundan qürur duyuram. Və mən burada bir incə səbəb, üzr istəyirəm, burada bir incə səbəb də görürəm. Çünki biz bir xalq olaraq, millət olaraq hər zaman Əhl-i Beytə bağlı xalq olmuşuq. Həqiqətən də məhz onların həyatlarından, onların tərbiyələrindən bəhrələnmişik. Hətta Sovet dönəmində belə biz bunu itirməmişik. Məhz bunun deyərdim ki, ən əsaslı səbəbi də məhz elə oradan gəlir ki, biz məhz Əhl-i Beytdən bəhrələnmişik. Ona görə də bizim xanımlarımız, o dediyiniz kimi biz kənara çıxanda onu kənardan daha çox hiss edirik. Elədir. İstər təmizlik olsun, istər mədəniyyət olsun,
hər bir şey var. İstər tibb olsun. İnanın, mən hədislərdə oxuyuram, məsələn, baxıram, ya tövsiyələrə baxıram, deyirəm, Allahım, nə qədər psixologiyanın ortaq xüsusiyyətləri var. Psixologiya gənc bir elmdir də, amma bunu sallallahu əleyhi və səlləm Məhəmməd Peyğəmbər görə neçə əsr bundan qabaq bunu deyib, eynilə onun belə deyək, aynası, başqa bir forması psixologiyada başqa bir adladır. Amma məqsəd və kök gəlir eyni nöqtəyə çıxır. Və çox dərindir bunun, dərini gedən, oxuyan, maariflənən insan üçün. Bəli, kökləri çox dərindir, razıyam sizlə. Rövşən bəy, bax, yaradıcı insansınız. Mənim üçün maraqlıdır. Əslində, yaradıcı insanlar üçün istedad önəmlidir, çox önəmlidir. Mütləqdir ki, istedad olsun. Çünki istedad olmadan hansısa bir yaradıcı iş ortaya qoymaq da çətin olar. Necə düşünürsünüz? İstedadla bərabər hansısa bir ilahi şəxsiyyət yaradıcılığa istiqamət verə bilərmi? Öz həyatı ilə, öz baxışları ilə? Mümkündürmü? Ümumiyyətlə, məncə Allah insanları yaradıb və hamısına istedad verib. Hərəyə bir sahədə. Bəli. Yəni, ola bilməz axı verməsin, çünki bu acqalar, tələf olar, hətta görmə əngəlli insanlara belə, gəzmə, eşitmə əngəlliləri belə onlara istedad verib hansısa bir məşğuliyyətlə məşğul olsunlar ki, yaşaya bilsinlər, dolana bilsinlər. Və yağları, yəni, məsələn, mənim həyatımda çox böyük rol oynayıb bizim Hacı Şahin, Allah ona əhl-i beytə qonaq eləsin. Amin. Onun bir dənə cümləsi var idi, mən də bəzən olurdu, işimizlə bağlı çox gərgin, stresli vəziyyətlərə düşürdüm. Siz dediyiniz kimi çalışırdım, özüm çıxım, düşünüm. Amma qaçmırdım stresdən. Üstünə gedirdim. Üstünə gedirdim, çox vaxt qalib gəlirdim, amma yolunu axtarırdım ki, düşməyim. Ümumiyyətlə, stresə düşməyim də. Varmı görəsən belə yolu? Mən demirəm ki, bu var, tapmışam, bütün cəmaatda belə eləməlidir. Yox, amma özüm üçün tapdım. Onu da Hacı dedi ki, moizələrinin birində dedi ki, bu dünyada hər şey həmişə öz yerindədir. Olacaqsa olacaq, olmayacaqsa olmamalıdır. Deyirdim, axı, yox, mən falan şey üçün o qədər çalışıram, pis iş görmürəm, mən yaxşı iş görmürəm, bu niyə bax alınmamalıdır, mən üsyana gətirib çıxarım, dedi ki, yox. Əgər olmursa, deməli, sənin üçün ondan yaxşısı hazırlanıb, gözdə onu. Və başladım o cür, Hacının dediyi kimi, o cür yaşamağı gördüm, həqiqətən, belədir. Bir dəfə haşiyə çıxıram, üzr istəyirəm. Buyurun. Mən istəyirdim İmam Hüseyni ziyarətə getmək. Heç vaxt getməmişdim. 2017-ci ildə belə içimdə o qədər arzulayıram. Elə istəyirəm getmək. Hansısa işləmə bağlı, nəyəsə bağlı. Alınmır. Həyətdə iş görürdüm. Yay aylardı. Belə İstədim elə çay qoyum için bir dincəlmək üçün, susuzumdan da yanıram. Getdim məhəllə marketinə və balaca. Oradan su aldım ki, küçədə xoşlamıram su içməyi isti havalarda xüsusən. Gedim həyətdə içim. Belə evə çatmağıma az qalıb. Gördüm məhəllə uşaqlarından biri qaçır, belə maykada satdı balaca uşaq. Qaç tutdu oynayırlar, nəsə oynayırlar, su içindədir, belə qaçır. Qaça-qaça da belə əlimdəki butulkaya baxa-baxa qaçdı. Yay ayı, sərin su əlimdə. Baxa belə qaçdı, çağırdım ki, gəl bura. Suzumu sabiydi. Rövşən əmi. Dedim, Allah. Verdim və heç də xırda əməldir də, 40 qəpiklik sudur. Verdim uşağa. Həyətə girdim. Üstündən bir 6-7 dəqiqə keçib, heç 10 dəqiqə keçməyib. Gözüm telefonuma zəng gəlir ki,
Rövşən, tez xarici pasportu göndər mənə. Dedim, nə məsələdir? Tez mütləqdir. Bir adam var deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni, bu adamların, bu Əhl-i Beytin səninlə olan təmasıdır. Necə görürsən bunu? Bax, mən nə iş gördüm ki? Neynədim ki? Bir də sadəcə istəyim vardı getmək. İstəyirdim. Bir də xırda bir dənə, məhəllədə bir dənə belə balaca bir şey elədim də. Və girdim həyətə 10 dəqiqə keçməmiş bu xəbər gəldi mənə. Da başlamadım, Allah'a hardasa axtarım, yanımızdadır hər an, hər saat. Ona görə gətirib bağlayıram ona ki, yaradıcı insana dediyiniz sual ki, ilahinin bir yolu lazımdır, yox, həmişə lazımdır və həmişə də o yolu qoyub sənin üçün. Sadəcə istəməlisən və hardan istəməlisən, onu da qoyub sənin üçün. Sadəcə onu tapmaq lazımdır. Onu tapmağın da yolunu göstərir. İstəməlisən. Əssalam. Əhl-i Beyt qoyub sənin üçün bu yolu. İstə. Bir şey əldə eləmək istəyirsənsə, mütləq nəsə də vermən lazımdır. Mən bəlkə də o 40 qəpilik bir su verdi. Bəlkə də onun maddi bir dəyəri yox idi. Amma o da çox susamışdı və sərin su içmək istirdi. Gedib özdə marketdə belə açmayıb ki, mən kiminsə yanında içməyim, gedeyim. Amma o öz istəyini, özünün o suyunu paylaşıb. Yəni, bundan gözəl nə ola bilər? O bir elədi, ona min gəldi. İnsan da həmişə bir şeyi, bəzən biz nəsə, kimdənsə nəsə istəyəndə, umanda və ya nədənsə küsəndə birinci sualı özümüz verməliyik ki, bəs sən nə vermirsən və nə istəyirsən qarşılığında? Bu sistemin hər birisində bir insana hörmət eləyərsən, hörmət görmək lazımdır. Sevgi verirsənsə, sevgini verirsənsə də alacaqsan. Yəni, çiçəyə gül verirsən, gülə su verirsən, o çiçək açır da. Ona baxmasan, bəsləməsən, qarşılığında əmək qoymasan, irəli getmir. Və təbii ki, o özünə hədəf qoymaq, bunlar çox dəyərlidir. Və mən də bu şeylərə çox inanıram. Yəni, əlaqəni qurmağı və heç bir şey səbəbsiz olmur. Buna da inanan insanlardanam. Kiçik bir detal belə, bəlkə də yanında düz keçərdi, deyər ki, qaçdı getdi də uşaqlarla oynamağa, gedib özünü stopub içəcək, deyib də keçib həyətdə suyunu da içərdi, həmişə kimi işini davam etdi. Bir sınaq idi. İnsan situasiyada tanınır, o bayaq dediyim kimi. Heç nə səbəbsiz deyil. Bəli, bir şeylər baş verdi və o kiçik bir test idi onun üçün, kiçik bir sınav idi onun üçün və bu imtahandan gözəl keçdi və daha böyük bir sevdiyi bir şey həyata keçdi. O səfəri baş tutdu, Allah qəbul etsin. Onun üçün də biz hər kiçik bir fürsətdən böyük fürsətlər doğa bilir. İnsanın həyatı heç gözləmədiyin qapılar açıla bilir. Onun üçün hər fürsəti dəyərləndirmək, hər bir həmişə bunu vurğuluram. Heç bir şeyi həyatımda cəza kimi görmürəm. Həmişə sınaq kimi görürəm. Bir şey olur, deyirəm, Allah çiynimə daşıya bilməyəcəyim yükü qoymur. Mən bu yükü daşıya bilirəm. Yəqin Allah inanıb görür ki, mənim gücümü bilir ki, mən bunun öhdəsindən gələrəm. Yəqin ona görə məni çətin sınağa salır. Və şükürlər olsun ki, bu duyğular mı deyim, bu inanc insana. Amma yoxsa cəza, niyə oldu mənim başıma bu gəldi? Niyə Allah neynəmişəm görəsən, Allah bu cəzanı verdi? Bəli, cəza kimi üsyan etmək daha da çətinləşdirir vəziyyəti. Amma bir sınaq kimi görəndə, hər gününü son gün kimi yaşayanda, hər günün, hər saatın dəyərini biləndə həyat daha zövqlü olur. Həyat daha, sallallahu əleyhi və səlləm də deyib Məhəmməd Peyğəmbərimiz ki, hər namazını son namazın kimi qıl. Mən də onu psixologiyaya uyğunlaşdırmışam. Deyirəm, hər gününüzü son gününüz kimi yaşa. O zaman hər günün, hər saatın dəqiqəsini biləcəksin. Biz bugün buradayıq, verilişdəyik. Bilmirik bu dəqiqə qapıdan çıxacaq və başımıza nə gələcək. Onun üçün hər səhər oyananda, uşaqları məktəbə yola salanda bəzən düşünürəm ki, bəlkə bu son gün ola bilər. Uşaqlar gəlib məni evdə görməyə bilər. Mən niyə görə onları
onları xoş qarşılamalıyam. Onlar üçün bir, nə bilim, çox yorğun olsam da onlara süfrə açmalıyam. Onları gülər üzünə məktəbə yola salmalıyam. Yəni günləri, hər gününü xüsusi yaşayanda, son gün kimi yaşayanda demirəm təşviş, qorxu, narahatlıq, amma qiymətini bilə-bilə, hər dəqiqənin bilə-bilə yaşayanda həyat insana daha gözəl olur və görürsən ki, çox xırda şeylərə görə əsəbləşməyə. Düşünün ki, biri sizə desə ki, bu gün ömrünüzün sonudur, bu axşam siz öləcəksiniz. Necə olacaq? Heç nə sizi əsəbləşdirə bilməz. Bəlkə də milyon borcunuz olduğunu bugün eşitsəniz pis olmayacaqsınız. Deyəcəksən, ömrümə 7-8 saat qalıb, buna görə özümü öldürməyə mi dəyər? İnsan o son gün kimi yaşayanda heç bir çətinlik onu incitmir. Bu da keçəcək, bunu da yaşamalıydım, bayaq siz dediniz, bunu da baş verməli idi. Heç nə səbəbsiz olmur. Və sınaq kimi baxanda həyat çox gözəlləşir insanın gözünə. Daha da tez həll edirsən. Hədislərə dayanan həqiqətən fikirlər söylədiniz. Əslində bu psixoloqun fikirləri idi. Mən sizcə bəs yaradıcılıqda necə bu tətbiqlər mümkündürmü etmək? Hər şeyə belə sınaqla yanaşmaq, bu cür baxmaq. Mümkündür, yaradıcılıqda da mümkündür bu tətbiqlər istifadə eləmək. Məsələn də gəlirsən çəkiliş meydançasına, aktyordur. Öyrənib, məsələn, mətnini, nəyi ki oynayacaq o obrazı və dayanır. Nə oldu? Nəsə alınmır məndə. Niyə? Nə bilim, deyirəm, məşq eləmişik, bu olub da. Deyir ki, nəsə, elə bir unutdum, belə tormuzlanma getdi. Bayaq dediyimiz kimi ki, sonuncu gün kimi yaşamaq. Deyirəm, nəyə narahatsan? Dayanmayıb, itməyib ki, tam. Məşqi yadındadır. Deyirəm, bundan da çətin olacaq sənin üçün. Belə şeylərlə biz biraz aktyorları alladma məsələlərimiz var. Deyirəm, qabaqda bundan çətin olacaq. Hələ bu nədir ki? Bu çox xırda bir şeydir ya. Bilirsən, bunu elədiyin şeydir. Qorxur gələcəkdəki çətinlikdən indiki bu yoldan yadına sallasan ki, rahatlaşdı, tamam, hazırım, oynayayım. Mütləqdir. Biz o dövrün, əslində o dövr saymıram da, yenə də deyirəm ki, o dövr kimi deyil. Bu tətbiqlər keçmişdə idi, indi lazım deyil məsələsi yoxdur. Bütün nə ki biz keçmiş saydığımız gözəlliklər var, o gözəlliklər həmişə lazımdır. Gözəl baxış, gözəl davranış, gözəllik ötürmə, bunlar həmişə lazımdır. Gözəl düşüncə. Düşünmə. Nə vaxt lazım? Mənə lazımdır, mən həmişə belə olum. Ol. Kimə pisdir? Yenə sənin özünə. Səndən qaçacaqlar insanlar. İstəməyəcəklər sənə münasibət qurmaq. Xanım dedi ki, bu dəqiqə, indiki dövrdə də nə qədər bizim işgüzar xanımlarımız var. Rəhbər vəzifələrdə də çalışanlar və istəyərdim xanımlara arzu eləyim bunu ki, elə işləyin ki, işlədiyiniz yerdə, elə xanım kimi olun ki, hamı, bütün qadınlar xanım olmağa can atsınlar. Xanım. Onda çox gözəl olacaq. Çox çətin yoldur. Və çox gözəl yoldur. Mən təşəkkür edirəm hər ikinizə. Həqiqətən də çox maraqlı bir diskussiya alındı burada. Çox maraqlı məqamlara toxundunuz. Hər ikinizə dərin təşəkkürümü bildirirəm. Xanımla bağlı, qadınla bağlı, ümumiyyətlə yəni insanlıqla bağlı çox önəmli fikirlər səsləndirdiniz. Təşəkkür edirəm. Və sizin sözünüzə qüvvət son cümlədə onu da əlavə eləmək istəyirəm ki, bu qədər işi görən qadın yeganə o qadına güc verən, o yeganə qadını
Çünki qadın çoxaldan varlıq olduğuna görə ona nifrət versən, nifrəti çoxaldacaq. Əsəb versən, qəzəb versən, onu çoxaldacaq. Sən ona bir dəfə əsəbləş, o sənin bir həftə o əsəbin səndən çıxacaq. Sevgi versən, o onu çoxaldacaq, əvəzində sənə daha da o sevgini çoxaldaraq qaytaracaq. Onun üçün də qadın hər şeyi içinə alıb çoxaldan varlıq olduğu üçün qadınları sevmək lazımdır. O hamımızı hər bir kişinin də bir ana dünyaya gətirib, bir qadın dünyaya gətirib. Onun üçün də qadına sevgi vermək qadının o yeganə açarıdır deyim. O zaman qadın həm uşağa yaxşı baxır, həm də yaxşı tərbiyə verir, həm ev işlərinə, həm işinə qaçır və səhər xoşbəxt insan odur ki, səhər həvəslə, sevgi ilə qaçır işinə, axşam da sevgi ilə, həvəslə qaçır evinə. Yəni, bir xoşbəxt insan bundan ibarətdir. Fatimiyə Zəhra xanımın o çox həyatını dərindən bələd olmasam da, ümumi olaraq hər zaman nə qədər çox sevildiyinin oxuduqlarımdan görmüşəm ki, o da çox sevilən bir qadın olub. Onu çox hörmət edilib o dövrdə, yəni düşünün ki, o dövrdə heç qadınların bircə gözü görünən vaxtlar idi. Qadının o qədər məhdudiyyətləri var idi, çox qısıqlı idi, amma o buna rəğmən öz həyat yoldaşına hörmət və sevgi görüb. Qadınların zaten istədiyi çox sadədir. Əmin olun, pul deyil, maşın deyil, bahalı deyil. Bu sadəcə sevgi görməyən xanımdır. Yəni, qadın bahalı maşın istəyirsə, birini sevgi görmür. Onun bahalı maşınla əvəz eləyir, bahalı evlə, bahalı qızılına. İnanın, o içindəki sevgini görən, başqa əyləncələr də axtarır, bunu, bəli. Yəni, bəzən deyirlər ki, yox, qadınlar çox tələb edir, belə eləyir. Xeyr, tələb etmir. İnanın, xoşbəxt qadın həyat yoldaşından kartof qızartması da yeyib yaşaya bilər. Amma qadın onu eşitmək istəyir. Sevginin dili çoxdur. Kimisi bir çiçəklə sevgi dilini göstərir, kimisi xoş sözlə. Amma qadına sevdiyini hiss etdirərsənsə, inanın, qadın qarşıdakı hər kəsə xoşbəxt edir. Hər kəsə, bütün qadınlara qadın xoşbəxtliyi arzulayıram. Mən həmişə ad günü təbriklərimi də birinci ondan başlayıram ki, sənə qadın xoşbəxtliyi, sonra ikinci ana, hər bir şey, onlar sonra gələcək. Sən xoşbəxt olmalısan ki, balaları xoşbəxt eləyəsən, həyat yoldaşını, ətrafını xoşbəxt edəsən. Bir qadın xoşbəxtliyi bütün qadınları arzulayıram. Necə ki, xoşbəxt olanların da şahidi olmuşuq ki, hansı nöqtədə, hansı niyyətdədir, onların həyatından nümunə götürürük. Sağ olun, təşəkkür edirəm hər ikinizə, dəyərli fikirlərinizə görə. Ən gözəl nümunəyə baxırdınız. Sağ olun, sağlıqla qalın.